Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin vel akibetu lil muttaqin ve la udvana illa ala zalimin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli emma ba'd. Həmçinin Saminlə Zülfüqar arasında olan söhbətə də bəzi məqamlar var, ona toxunmaq istəyirəm. İnşallah. Məlumdur ki, həmin söhbətdə qarşı tərəf Əhl-i-Sünnə vəl cəmaatı Qur'anın təhrif olunmasında ittiham edir. Və məlumdur ki, bu məsələdə deməli Abdullah ibn Abbasın Ömər ibn Xəttabdan rivayət etdiyi hədisi dəlil olaraq gətirir, Rəcm ayəsi deyilən ayəni. Və məlumdur ki, bu ayə nəsx edilmişdir. Quran-ı Kərimdə var idi, sonradan nəsx olunmuşdur. Yəni, Allah Subhanahu taala tərəfindən hökmü qaldırılmışdır. Və hökmü qalmışdır, daha doğrusu tilavəti qaldırılmışdır. Və məlumdur ki, nəsx Quran-ı Kərimdə üç qismdir. Və bu həm Əhl-i-Sünnə vəl cəmaatın nəzdində, həm də Şiə məzhəbinin nəzdində vardır. Halbuki, həmin söhbətdə qarşı tərəf Quranda olan nəsxin üç qism olmasını rədd edir və qeyd edir ki, bəs Quranda nəsx bir növdür. Halbuki, Şiə məzhəbinin qədim ən böyük alimləri Quranda olan nəsxin məhz üç qism olmasını qeyd etmişlər. Buna misal olaraq aşağıdakı alimlərin dediklərini qeyd etmək olar. Qala Əbu Cəfər Muhammed Ət-Tusi el-Mulaqqab ində Şiyə bi Şeyxut Taifə fi Tibyan fi təfsir el-Qur'an. Və la yaxlu n-nasx fil-Qur'an min əqsamis sələsə. والثاني ما نسخ لفظه دون حكمه كآية الرجم فإن وجوب الرجم على المحصنة لا خلاف فيه والآية التي كانت متضامنة له منسوخة بلا خلاف وهي قوله والشيخ والشيخة إذا زنايا فارجموهما البتة فإنكما قضايا الشهوة جزاء بما كسبا نكالا من الله Vallahu azizun hakim. Necə ki, Əbu Cəfər Muhammed Ət-Tusi Şiə məzhəbində Şeyxut Taifə ləqəbi ilə ləqəbləndirilən Ət-Tibyan fi Təfsiril Qur'an kitabının 1-ci cildi 13-cü səhifəsində demişdir. Quranda olan nəsx üç qismdən xali deyildir. Və ikinci qism olaraq qeyd edir, deyir ki, ləfsi nəsx edilib hökmü qalanlara misal olaraq necə ki, Rəcm ayəsi kimi. Şübhəsiz ki, rəcm evli adama vacibdir ki, və bunda heç bir xilaf yoxdur. Və ayənin tərkibində mənsuf ayələrdəndir və bunda da heç bir ixtilaf yoxdur. Və bu ayə yaşlı bir kişi və yaşlı bir qadın zina edərlərsə, onları daşqalaq edin. Çünki bu şəhvətdəndir, cəza olaraq onların etdiklərinə və Allahdan bir cəzadır. Allah əzizdir və hikmət sahibidir. Həmçinin Əbu Əli El-Fadıl Ət-Təbərsi fi Məcmul Bəyan fi Təfsiril Quran kitabında 1-ci cild 338-ci səhifədə demişdir. Və minhə mə yərtəfi'ul ləfs və yusbitul hükm kə ayətir rəcim. Deməli, Quranda nəsxin növlərini qeyd edir və deyir ki, və ondandır, həmçinin nəsxin növlərindəndir, ləfsi qaldırılıb, hökmü sabit olanlar, necə ki buna Rəcm ayəsi kimi misal gətirir. Həmçinin Əl-Xoyi
Əl-Bəyan fi Təfsiril Quran kitabının 1-ci cildi 285-ci səhifəsində deyir: Fəqad qasamun nəsx fil Quran ilə salasəti əqsam. Əl-əvvəl nəsxu tilavət dunəl hüküm və qad məsəlu lidəlikə bi-ayətir rəcim fəqalu İnnə həzil ayət kənət minəl Quran thumma nusixət tilavətuhə və baqiyə hükmuhə. Əl-Xoyi Əl-Bəyan fi Təfsiril Quran kitabının 1-ci cildi 285-ci səhifəsində demişdir: Alimlər Quranda olan nəsxi 3 qismə bölmüşlər və birincisinə misal olaraq tilavəti nəsx edilib hökmü qalmışdır və buna misal olaraq Rəcm ayəsini gətirmişlər və demişlər ki, bu ayə Qurandan idi, sonra nəsx edildi, sonra tilavəti nəsx edildi və hökmü qaldı. Həmçinin Əl-Qutb Ər-Rəvəndi Fiqhul Quran kitabının 1-ci cildi 204-cü səhifəsində demişdir: Və nəsx fiş-şər'i alə salasəti əqsam. Nəsxul hükm dunəl ləfs və nəsxul ləfs dunəl hükm və nəsxuhumə mə'an. Demişdir ki, şəriətdə olan nəsx 3 qismdir. Hökmü nəsx edilib, kəlməsi nəsx edilib, hökmü qalan və ikisi də nəsx olunan, kəlməsi də və hökmü də nəsx olan. Həmçinin Əlləmə Əl-Hulli Məbədiyül Fusul kitabında 181-ci səhifədə demişdir: Əl-Bəhsul Rabi fi mə yəcüz nəsxuhu yəcüzun nəsxu şey ilə qeyri bədəl kəs-sədəqa əməməl münəcət ilə mə huvə əfqəl və nəsxu tilavə dunəl hükm və bil-əks. Əl-Hulli demişdir ki, 4-cü bəhs nəsxin nə ki nəsxi caizdir və caizdir ki nəsx edilsin bir şey və bədəli gəlməsin, bədəli olmasın. Yəni onu əvəz edən olmasın. Necə ki məsələn minacatdan qabaq sədəqənin hökmü kimi və həmçinin tilavətin nəsx edilməsi və hökmün qalması və ya əksinə. Və həmçinin Əl-Hulli Muntahəl Mətləb kitabında 2-ci cild 223-cü səhifədə demişdir: Əmməl mənsux hukmuhu və tilavətuhu əv mənsux tilavətuhu fəl-vəchu ənəhu yəcüz ləhumə məssuhumə liənnət tahrimu tabi lil-ism qad xərəcə bin-nəsx fihi fəyyəbqa aləl-əsli. Hulli demişdir: Amma hökmü və tilavəti mənsux olmağa və ya tilavəti mənsux olmağa gəlincə bunların ikisində olması caizdir. Belə ki, çünki bir şeyin haram olması onun ismindən ona tabi olmasını gərəkdirir və nəsxin olması onun ismindən çıxmaz. Yəni ayənin nəsx edilməsi onun Qurandan olmamasını gərəkdirməz. Nəsx edilsə də həmin ayələr Qurandan sayılır. Necə ki, o onun əslindəndir. Həmçinin Seyyid Əl-Murtada Əz-Zəriyyə kitabının 1-ci cildi 428-429-cu səhifələrində demişdir: Fəsl fi cəvazın nəsxil hükm dunə tilavə və nəsxu tilavə dunəhu. Deməli, buna misal olaraq qeyd edir və deyir ki, və misalun nəsxu tilavə dunəl hükm qeyrə məktubihi liənnəhu min vəçşi xəbəril əhəd və huvə mə rəvə ən min cümlətil Qur'an və şeyxu və şeyxatu izə zənəyə fərcəmuhum əlbəttə fənusixət tilavətu zəlik. Deməli, nəsxin, hökmünün qalıb tilavətinin nəsx olmasına və ya tilavətinin nəsx olub hökmün qalmasına misal olaraq
rəcm ayəsini gətirir burada da Əl-Murtada və qeyd edir ki, bunun da nəsf edilməsi mümkündür. Həmçinin Əl-Məclisi Mir'atul Uqul kitabının 23-cü cildi 267-ci səhifəsində, Kuleylinin Əl-Kafi kitabında Əbu Abdullah Cəfər Sadiqdən həmin ayənin Qurandan olmasını bəyan edən hədisi təxric edərkən demişdir ki, vəl-hədisü səlis sahih və iddət həzil ayə mimmə nusixət tilavət və duna hukmuha. Deməli, üçüncü hədis səhihdir və bu ayə tilabəti nəsx edilib hökmü qalan ayələrdən sayılır. Həmçinin Muhaqqiq Əl-Kərki Cəmiül Məqasid kitabının 1-ci cildi 281-ci səhifəsində demişdir. Və kəzəl mənsuğu tilavətu duna hukmuq kə ayət-i şeyxu və şeyxətu izə zənəyə fərcəmuhum əlbəttə. Həmçinin toxunmaq istədiyim ikinci məsələ, rəcm ayəsinin Qurandan olmasını bəyan edən şiə kitablarından, şiə məzhəbinin ən mötəbər kitablarından onları bəyan etməkdir. İşin ilginç tərəfi budur ki, məsələn, Ət-Tusi Əl-Xilaf kitabında Ömərin həmin ayəni Quranın mushafına yazmasını bəyan edir. Tusi Əl-Xilaf kitabında 5-ci cild 366-cı səhifədə demişdir. Və ruviyən Ömər annahu qala ləulə ənni əxşə ən yuqalə zədə Ömər fil-Quran li kətəbtu ayətə rəcəm fi haşiyyətil mushaf əş-şeyxu və şeyxətu izə dənəyə fərcəmukum əlbəttə. Ət-Tusi demişdir ki, Ömərdən rivayət edilmişdir ki, əgər mən insanlardan qorxmasaydım ki, desinlər ki, Ömər Qur'ana nəysə əlavə edib, onda rəcm ayəsini mushafın haşiyyəsinə, yəni kənarına, Qur'anın kənarına rəcm ayəsini yazardım. Və bunu bəyan edir, əş-şeyxu və şeyxətu, yaşlı kişi və ya yaşlı qadın zina etdiyi zaman onların ikisini də rəcm edin. Və burada yəni bu rəvayətdən məqsəd açıq aydın görsənir ki, Ömər bunu məhz insanlara tənbih və bəyan olmaqdan ötürü etməsini bəyan edir. Həmçinin həmin rəvayət və həmin məsələ daha doğrusu Əl-Kuleylinin Əl-Kafi kitabının 7-ci cildi 177-ci səhifəsində bəyan edilmişdir. Demişdir. Və bi-isnədihən Yunus ən Əbdillah bin Sinan qalə Əbu Abdullah aleyhissalam Ər-rəcm fil-Qur'an qavlullahi əzzə və cəl İzə zənə şeyxu və şeyxətu fərcəmukum əlbəttə fə innəhumə qadəyə şəhvə. Əl-Məclisi Əl-Mir'atul Uqul kitabının 23-cü cildi 267-ci səhifəsində bu rəvayət barədə demişdir ki, Əl-Hədisü səlis sahih və iddət həzil ayət mimmə nusixət tilavətu və duna hukmuhə. Üçüncü hədis sahihdir. Bu ayə tilavəti nəsx edilib hökmü qalan ayələrdən sayılır demişdir. Həmçinin Əs-Saduq Əbu Cəfər Muhammed ibn Ali ibn Hüseyin ibn Babaveyh Əl-Qummi Mən lə yaxduruhul fəqih kitabının 4-cü cildi 26-cı səhifəsində demişdir. 4998 sayılı rəvayət və rəvə Hişam ibn Salim ən Süleyman ibn Xalid qara qultu li Əbi Abdillah aleyhissalam fil Qur'an rəcim qalə naam qultu keyfə قال الشيخ والشيخة فرجموكم البتة فإنهما قضايا الشهوة. Hişam ibn Salim'den rivayet edilmiştir. O da Süleyman ibn Halid'den demiştir ki Əbu Abdullah aleyhissalam Cəfər Sadıq'a dedim ki Qur'anda rəcm ayəsi vardır mı? Dedi ki bəli. Dedim necədir, hardadır? Dedi ki Əş-şeyxu və şeyxətu fərcəmuhuma əlbəttə fə innəhumə qadaya şəhvə.
Həmçinin Şeyxud Taifə Əbu Cəfər Muhammed ibn Həsən Ət-Tusi Təhzibul Əhkam kitabının 10-cu cildi 3-cü səhifəsində Kitabul Hudud 1-ci bab Hududuz Zani'də rivayet ederek demişti ki ve anhu Abdullah ibn Sinan qala Abu Abdullah aleyhisselam الرجم في القرآن قوله تعالى إذا زنى الشيخ والشيخة فرجموكم البتة فإنهما قضايا الشهوة وبإسناد يونس عن أبي عبد الله ابن سينان عن أبي عبد الله عليه السلام قال الرجم في القرآن قوله الله عز وجل إذا زنى الشيخ والشيخة فرجموكم البتة فإنكما قضايا الشهوة və bu rəvayetin səhih olduğunu qeyd etmişdir. Həmçinin Muhammed ibn Ali ibn Hüseyin bi isnadi yani Hişam ibn Salim Süleyman ibn Khalid قال قلت لأبي عبد الله عليه السلام في القرآن رجم قال نعم قلت كيف قال الشيخ والشيخة فرجموكم البتة فإنهما قضايا الشهوة 34.225 sayılı rivayet. Həmçinin bu rivayeti El-Ayyaşi Tefsirul Ayyaşi'dən 1-ci cild 813-cü səhifə 401 sayılı rivayətdə qeyd etmişdir. Həmçinin Ət-Tusi Təhzibul Əhkam kitabının 8-ci cildi 195-ci səhifəsində uzun bir rivayətdə gətirərək bu ayənin Qurandan olmasını bəyan etmişdir. Həmçinin Əs-Saduq İbn Babaveh Əl-Qummi İlal-ü Şərai kitabının 2-ci cild 540-cı səhifəsində 13-cü rivayətdə demişdir ki, Əbi Rahiməhullah ən Sad ibn Abdillah Rafuhu ən Əbi Abdillah aleyhisselam قال الشيخ والشيخة إذا زنايا فرجموكم البتة لأنهما قد غدايا شهوتهما 14-cü rivayət Haddesana Muhammed ibn Hasan an Hasan ibn al-Hasan ibn Aban an İsmail ibn Khalid qala qultu li Aba Abdillah aleyhisselam fil Qur'an racim qala nam qala el-şeyhu ve şeyhatu izâ zanâya farcamukum el-betta fe innehuma qadâya şehve. Həmçinin Muhaqqiq el-Kərki Camiül Məqasid kitabının 1-ci cildi 281-ci səhifəsində demişdir. Və kədəl mənsuq tilavətu və dunavkumu ka ayəti əş-şeyxu və şeyxatu izə zənəyə fərcəmukum əlbəttə nəkələn minəllahi vallahu azizun həkim. Muhaqqiq el-Kərki demişdir ki, bu ayə yəni Quranda tilavəti nəsx edilib, hökmü qalan ayələrdən Rəcm ayəsi kimi deyir, əş-şeyxu və şeyxatu izə zənəyə fərcəmukum əlbəttə. Həmçinin Əli ibn İbrahim Əl-Qummi Təfsir-ül-Qummi kitabının 2-ci cildi 95-ci səhifəsində bu ayənin Nur surəsindən bir ayə olduğunu və Rəcm ayəsinin nəsx edildiyini qeyd etmişdir. Həmçinin Əl-Kaşani Feydul-Kaşani Təfsir-ül-Safi kitabının 3-cü cildi 414-cü səhifəsində Rəcm ayəsinin Qurandan olduğunu qeyd etmişdir ki, bu ayə nazil edilmişdir, sonra nəsx edildi. Həmçinin Əl-Hurrul Amili Vəsail-ü Şiyə kitabının 22-ci cildi 437-ci səhifəsində bu ayənin Qurandan olduğunu və nəsx edildiyini bəyan etmişdir. Həmçinin həmin kitab 28-ci cild 62-ci səhifədə bunu bəyan etmişdir. Və bi isnad edən Yunus ən Abdillah İbn Sinan ən Əbi Abdillah aleyhisselam qala ar-racim fil Qur'an qavlullahi əzzə və cəl İzə zənə şeyxu və şeyxatu fərcəmukum əlbəttə fə innəhumə qadaya şəhvə. Vəsail-ü Şiyə 28-ci cild 67-ci səhifə. Həmçinin Əl-Məclisi
Biharul Envar kitabının 76. cildi 34. səhifəsində bu ayənin Qurandan olduğunu bəyan etmişdir. Həmçinin Biharul Envar kitabının 76. cildi 37. səhifəsində, həmçinin Əs-Saduq İlal-ı Şərai kitabında bu ayənin Qurandan olmasına həmin rəvayəti gətirərək Qurandan olmasına bəyan etmişdir. Ən İbn-i Vəlid, ən İbn-i Əbən, ən Süleyman ibn Xalid qala qultu li Əbə Abdillah aleyhissalam fil Qur'an racim qala na'am qultu keyfə qala əş-şeyxu və şeyxatu fərcəmukum əlbəttə fə innəhumə qad qadaya şəhvə. Həmçinin Əl-Huveyzi Təfsir-ü Nuruz Təqaleyn kitabının 3-cü cildi 569-cu səhifəsində 8-ci rəvayətdə demişdir ki, və ənhu ən Abdillah ibn Sinan qala Əbə Abdullah ər-racim fil Qur'an qavluhu ta'ala şeyxu və şeyxatu fərcəmukum əlbəttə fə innəhumə qadaya şəhvə. Həmçinin Kəlbaykani Durrul Məndud kitabının 1-ci cildi 283-cü səhifəsində bu ayənin Qurandan olmasını bəyan etmişdir. Və fi rivayədə Abdillah ibn Sinan ən Əbə Abdillah aleyhissalam qala ər-racim fil Qur'an qavlullahi əzzə və cəl İzə zənə şeyxu və şeyxatu fərcəmukum əlbəttə fə innəhumə qadaya şəhvə. Görüldüyü kimi bu ayənin Qurandan olduğunu və sonradan nəsx edildiyini Şiə məzhəbinin ən mötəbər sayılan kitablarında da bunlar bəyan edilmişdir. Və açıq aydın görünür ki, qarşı tərəf nəinki Əhl-i Sünnə vəl Cəmaatın heç öz məzhəbində olan məsələlər barədə yetərincə məlumata malik deyildir. Bir də sonda Şiələrə nəsihət etmək istəyirəm ki, hər hansı bir məsələdə Əhl-i Sünnə vəl Cəmaatı rədd etməmişdən qabaq birinci öz kitablarınızı oxuyun. Çünki öz kitablarınızı oxusanız hidayətə gələcəksiniz, hidayəti tapacaqsınız. Və sonda Allah Subhanahu taalaya həmd sana etmək istəyirəm və Muhammed sallallahu əleyhi və səlləmə və onun ailəsinə və bütün sahabələrə salat və salam olmasını diləyirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.